Və biz beləliklə türklərin qalayı, tuncu, dəmiri kəşf etdiyini və bunu öz dilindəki sözlərdən adlar qoyduğunu və nəticədə ata nal vuraraq daha uzaq məsafələrə hərəkət edə bilən bir topluma çevrildiyini görürük. Və bu zaman biz nal sözünün də hansı etimoloji təhlillə baş verdiyini düşünməliyik. İddia olunur ki, nal sözü ərəb dilində olan ayaqqabı, sandal mənasına gələn sözdən olub və türk dilinə keçmişdir. Lakin xatırladım ki, mən Dilin Kökəni kitabının təhlilini apararaq göstərirəm ki, nal sözü yuxarının aşağısı mənasına gələn bir söz kökü olmuşdu. O, Hind-Avropa dillərindən ingilis dilində caynaq mənasına gəlmişdi. Rus dilində sıfır, nol sözünə çevrilmişdi. Ərəb dilində ayaqqabı, sandal mənasına gəlmişdi və türk dilində nal mənasına gəlmişdi. Və bu arada xatırladım ki, Orta Asiya türklərində əsasən nal sözü tak kimi ifadə olunur. Və bu tak sözü də əslində bizim bildiyimiz get sözünün tərs kombinasiyası olan atak söz kökü ilə bağlıdır. Atak sözündə t-nın yılaşması ilə o ayaq sözünə çevrilmişdi. Hind-Avropa dillərində hücum mənasına gələn atak sözü, ərəb dilində içəri girmə mənasına gələn daxil sözü və həmçinin türk dilində istiqamət bildirən şəkilçi mənasına gələn daq, dək sözü, misal üçün Bakıya dək, Qazaxa dək şəkilçisi kimi və həmçinin paltarın aşağı istiqamətini bildirən ətək sözü ilə eyni kökdür. Yəni dolayısıyla Orta Asiya türklərində nal mənasına gələn tak sözü atak, dək və ətək sözü ilə eyni kökdür və aşağı hərəkət mənasına gəlir.